Salam əziz izləyicilər, bugün sizlərə 9 illik Azərbaycan dili test toplusundan bir mətn izah edəcəm. Mətnimizin adı belədir, Afrikanın anası. Oxuyuruq birinci abzası. Miriam Makeba irqçiliyə qarşı mübarizənin simvollarından biri hesab olunur. Miriam'a Afrikanın anası anlamına gələn Mama Afrika ləqəbinin verilməsi onun Afrika üçün hansı dəyərə malik olduğunu göstərir. Birinci abzasdan onu anladıq ki, burada irqçiliyə qarşı mübarizə aparan bir qadından söhbət gedir və həmin onun irqçilik sahəsində, irqçiliyə qarşı mübarizədə gördüyü işlər o qədər dəyərli idi ki, hətta ona Afrikanın anası ləqəbini vermişdilər. İkinci abzası oxuyuruq. Miriam Makeba'nın yaşadığı Cənubi Afrikada insanlarla irqlərinə görə fərqli davranılırdı. Qaraların və ağların birlikdə vaxt keçirməsi, evlənməsi, dünyaya uşaq gətirməsi qadağan idi. Hətta avtobuslarda qaralara və ağlara fərqli yerlər ayrılmışdı. İrqi ayrı-seçkiliyin kəskin forması olan bu rejimin adı apartheid idi. Apartheidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. İkinci abzasdan da onu görürük ki, deməli, qara dərililərə qarşı xüsusi bir ayrı-seçkilik qoyulurdu. Ağları daha çox sərbəstlik verilirdi, qaraların hüquqları məhdudlaşdırılırdı. Ona görə də demək burada sırf irqçilikdən söhbət gedir. Mətnin özündə də keçirik digər abzasa. Kiçik Miriam hər bazar anası ilə birlikdə kilsəyə gedərdi. O, xorda oxumaq üçün hər şeyi gözə almışdı. Miriam irqçiliyə qarşı mübarizə apardı. Məşq zamanı gizlicə oxuyanlara qoşulurdu. Miriam böyüyəndən sonra bütün üzvləri qızlardan ibarət olan qrupu ilə birlikdə 100-dən çox musiqi yaratdı. Onun musiqilərinin mövzusunu Cənubi Afrikadakı insanların həyatı təşkil edirdi. Musiqilərində onu nəyin sevindirdiyini, nəyin qəzəbləndirdiyini, nəyin üzdüyünü anladırdı. Rəqs edir və apartheid haqqında mahnılar oxuyurdu. Ancaq irticaçı rejim Miriamın apartheid əleyhinə olan musiqilərini burada boşluq verilib. Çox güman ki, bununla bağlı sual olacaq. Yəqin ki, boşluqlara uyğun gələn sözü soruşacaqlar. Buna görə də səfərdən qayıdarkən onun ölkəyə daxil olmasına icazə verilmədi və Miriam öz ölkəsinin vətəndaşlığından çıxarıldı. Bunun qarşılığında Miriam'a 10 dövlətdən vətəndaşlıq təklifi gəldi. Öz vətənindən uzaq düşən Miriam nəinki mübarizəsini dayandırdı, o dünya turuna çıxdı və Afrikanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. 1966-cı ildə Grammy mükafatı alan ilk qaradərli Afrikalı sənətçi oldu. Miriam yalnız 31 il sonra ölkəsinə dönə bildi və o qayıdandan bir qədər sonra Afrikada apartheid rejiminə son qoyuldu. Baxırıq mətndən bağlı birinci suala. Deyir, üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənadadır? Mətnə qaydırıq. Üzərində rəqəm yazılıb bir gələn sözü anlamına gəlmək. Burada məcazi mənadadır, həqiqi mənada deyil. Ona görə birlə işimiz yoxdur. Vaxt keçirmək. Vaxt keçirmək də məcazi mənadadır. Sonra baxırıq, üçüncü söz. Güclü maneə. Güclü külək olsaydı həqiqi olardı. Amma güclü maneə artıq burada yenə də məcazidir. Deməli, 1, 2, 3 məcazi mənadadır. Baxaq digər sözlərə. Dördüncü, xorda oxumaq. Xorda oxumaq həqiqidir. Demək, xorla birlikdə oxumaq. Burada məcazi məna yoxdur. Ona görə bu olacaq həqiqi məna. 4 olacaq biri. Digərinə baxaq. Buna görə də səfərdən qayıdarkən, səfərdən qayıtmaq da həqiqi mənadadır. Ona görə də elə bizim cavabımız olacaq 4, 5. Yəni, həqiqi mənada olan sözlər olacaq 4, 5, o da olacaq A bəndi. Deməli, birinci sual, 21-ci sual. 4, 5. 4, 5 də olacaq, demək A bəndi. İkinci suala baxaq.
İkinci sualda deyir, çərçivədə verilmiş sözün mətndəki mənasının şərhini müəyyən edin. Bir-bir sözləri yerinə qoyub oxuya da bilərik. Çərçivədə hansı söz verilib? Deyir, irqi ayrı-seçiciliyin kəskin forması olan bu rejimin adı apartheid idi. İndi baxaq görək hansı sözlərdən söhbət gedir. İdarə üsulu. İrqi ayrı-seçiciliyin kəskin forması olan bu idarə üsulunun adı apartheid idi. İdarə üsulu uyğun gəldi çərçivədə olan yerə, amma digər sözlərə də baxaq. Dəqiq müəyyən olunmuş qayda, intizam. İrqi ayrı-seçiciliyin kəskin forması olan bu dəqiq müəyyən olunmuş qaydanın adı apartheid idi. Qayda sözü bura heç uyğun gəlmədi. Ona görə B bəndi olmayacaq cavab. Etik davranış norması. Etik davranış norması irqi ayrı-seçiciliyin kəskin forması olan bu etik davranış normasının adı. Etik davranış norması da uyğun gəlmədi. Elə cavablarımız içərisində digərlərinə baxmağa ehtiyac yoxdur. Biri bir şeyin iş, fəaliyyət və s. şəraiti. Bu da heç uyğun gəlmir. Ümumiyyətlə E bəndində də yazıb ümumi məqsədə nail olmaq üçün normalar məcmusu. Ən uyğun gələn idarə üsulu, rejim idarə üsulu. Ona görə də 22-yə də A bəndi uyğun gələcək. 23-cü suala baxaq. Mətnin məzmununa uyğun deyimi müəyyən edin. Baxaq. Demək, adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqda düşünməlidir. Mətnlə əlaqəsi yoxdur. Ağıl təbiətin vergisi deyil, təcrübənin nəticəsidir. Mətndə düzdür, ağıllı, istedadlı olan bir qadından söhbət gedir, amma bunu tamamilə mətn ağıl təcrübə üzərində qurulmayıb deyə, sırf burada irqçiliklə bağlı mübarizədən söhbət getdiyinə görə B bəndi uyğun cavab olmayacaq. C bəndinə baxırıq. Haraya getdiyini bilən adama bütün aləm yol verər. Bu fikir mətnə uyğun gələ bilər. Çünki biz mətndə şahid oluruq ki, Miriam Makeba hara gedir getsin, düzdür, vətəndaşlıqdan çıxarılır, başqa ölkəyə gedir, amma yenə də qayıdır gəlir və Afrikada apartheid rejiminə son qoyur. Deməli, o elə əvvəldən məqsədi o idi ki, Afrikada həmin rejimə, irqçiliyə son qoysun. Yəni, hara gedir getsin, əslində o qayıtmaya da bilərdi, öz həyatına da baxa bilərdi, amma onun əsas məqsədi sırf bu olduğuna görə yenə də o qayıdır gəlir. Ona görə də C bəndi uyğun cavab kimi götürülə bilər. 23-ə yazırıq C bəndi. Digər fikirlərə də baxaq. Deyir, kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar. Əlaqəsi yoxdur mətnimizlə. E bəndində də deyir, səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun. Ümumiyyətlə, burada mətnin içərisində səhv etməkdən və yaxud hər hansısa bir səhvi təkrarlamaqdan söhbət getmir. Ona görə D, E bəndlərdə uyğun gəlməyəcək. Ən uyğun fikir C bəndi olacaq. 24-ə baxırıq. 24-də klaster verilib. Mətnə əsasən klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Miriam Makeba qətiyyətlidir. Şöhrətpərəstdir. Belə bir fikir yoxdur mətndə. Ziddiyyətli, yəni bir-biri ilə üst-üstə düşməyən fikirləri var. Xeyr, onun konkret olaraq bir məqsədi var idi. İrqçiliyi ləğv eləmək və ona da nail oldu. Ona görə ziddiyyətli düşüncələri olmaq bu səhv cavab olacaq. Təkəbbürlüdür. Yəni, lovğadır. Təkəbbürlü olduğu barədə də mətndə elə bir şeyə şahid olmuruq. İstedadlıdır, cəsarətlidir. 1-4. 1-4 cavabı da olacaq 24-də B bəndi. 25. Əvvəlində Roma rəqəmi qeyd olunmuş cümlələrdən biri mətnin hissələri arasında əlaqəni pozur. Mətnə qaydaq. Əvvəlcə biri oxuyaq. Deyir, irqi, yadda saxla ki, əgər mətnə abzasa uyğun olmayan bir cümləni axtarırsansa, mütləq o abzasdakı həmin cümlənin əvvəlindəki və sonrasındakı cümləni oxu ki, gör hələ oradakı fikirlərlə üst-üstə düşür həmin cümlə, yoxsa üst-üstə düşmür.
İndi biz bu cümləni oxumaq üçün birinci ondan qabaqçı cümləni oxuyaq. Görək elə bu cümlə ilə bu cümlə arasında əlaqə var. İrqi ayrı-seçiciliyin kəskin forması olan bu rejimin adı apartheid idi. Apartheidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. Özündən əvvəlki cümlədə də apartheiddən söhbət gedir. Həmin cümlədə isə apartheidin nə olduğu, mahiyyəti verilib. Ona görə də bu cümlələr bir-birini tamamladığına görə bizim cavabımız olmayacaq. Baxırıq 2-yə. Kiçik Miryam hər bazar anası ilə birlikdə kilsəyə gedərdi. O, xorda oxumaq üçün hər şeyi gözə almışdı. Miryam irqçiliyə qarşı mübarizə apardı. Yəni özündən əvvəlki cümlələrlə heç bir şəkildə əlaqə yaratmayıb. Burada özündən əvvəlki cümlələrdə şahid oluruq ki, kilsəyə gedir, xorda oxuyur. Hətta özündən sonraki cümlədə də deyir ki, məşq zamanı gizlicə oxuyanlara qoşulurdu. Həm özündən əvvəlki cümlədə oxumaq, mahnı xorda oxumaqdan söhbət gedir, həm özündən sonraki cümlədə, amma buradakı cümlədə yazıb ki, Miryam irqçiliyə qarşı mübarizə apardı. Yəni heç də abzasın digər cümlələri ilə arasında əlaqə yoxdur. Ona görə elə bizim cavabımız ikinci cavab olacaq, amma yenə də o biri cümlələrə də baxaq. Deməli, üçüncü. Miryam böyüyəndən sonra bütün üzvləri qızlardan ibarət olan qrupu ilə birlikdə 100-dən çox musiqi yaratdı. Onun musiqilərinin mövzusunu, musiqidən söhbət gedir və ondan sonraki cümlədə də musiqinin mövzusu verilib, bir-biri ilə əlaqəlidir deyə. Burada mətnin hissələri arasında əlaqə pozulmur. Ona görə 3 də olmayacaq. 4-ə baxaq. 4-də də deyir ki, musiqilərində həmin abzasdan söhbət gedir yenə də. Mahnı oxumaq, musiqi yaratmaq, rəqs eləmək. Deyir ki, rəqs edir və apartheid haqqında mahnılar oxuyurdu. Abzasın digər cümlələri ilə üst-üstə düşür, səsləşir deyə 4-ü də götürmürük. Baxırıq 5-ə. Deyir, özündən əvvəlki cümləni birinci oxuyaq. Miryam nəinki mübarizəsini dayandırdı. O, dünya turuna çıxdı və Afrikanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. 1966-cı ildə Grammy mükafatı alan ilk qaradərli Afrikalı sənətçi oldu. Bu abzasda da onun uğurlarından, nailiyyətlərindən danışılır və üst-üstə düşdüyü üçün 5-ci yazılan cümlə də abzasın digər cümlələri ilə əlaqəyə girdiyi üçün deməli bu da olmayacaq. Cavabımız olacaq ikinci cümlə. Baxaq görək ikinci cümlə hardadır? B bəndində. Deməli 25-də cavab olacaq B. 26. Əvvəlində üçbucaq işarəsi qoyulmuş sözün məcazi və ya həqiqi mənada olduğunu müəyyən edin və həmin sözün mətndəkindən fərqli mənada. Həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada işlətməliyik. Baxaq. Afrikanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Çevrilmək burada məcazi mənada işlənib. Həqiqi mənada işlədəndə onu, məsələn, nə isə tutaq ki, stolun üstündə bir kağız var, onu kağızı tərsinə çevirmək. Burada həqiqi mənada olar. Amma burada çevrilmək sözü məcazi mənadadır. İndi 26-ya baxaq görək hələ hansı cavab bizim düzgün variantımız olacaq. Həqiqi mənadadır. A bəndi səhvdir. Həqiqi məna olanları çıxırıq. A bəndi getdi, C bəndi getdi. İndi baxırıq B-yə. Məcazi mənadadır. Üzündəki kədər bir anda sevincə çevrildi. Məcazi mənadadırsa, biz onu həqiqi mənada işlətməliyik. Amma burada yazıb məcazi mənadadır və işləndiyi cümlənin özündə də məcazi mənada olduğuna görə deməli B bəndi də səhv olacaq. Məcazi mənadadır. Baxaq. Rəfiqələr arasındakı dostluq artıq şübhəyə çevrilmişdi. Burada da məcazi mənada verib, birinci tərəfi düzdür. Amma ikinci tərəfdə həqiqi mənada cümlədə işlətməlidir deyə D bəndi də səhv olacaq. E-yə baxaq. Məcazi mənadadır. Köynək tərs üzünə çevrilmişdi.
Bax, köynək tərs üzünə çevrilmişdi, həqiqi mənadır. Deməli, cavabların hər ikisi düzdür. Ona görə bizim cavabımız olacaq 26-da E bəndi. 27-yə baxaq. 27-də deyir, altından xətt çəkilmiş sözün kontekstdəki mənasını müəyyənləşdirin. Altından xətt çəkilmiş sözə baxırıq. Demək, Miriam Makebanın yaşadığı Cənubi Afrikada insanlarla irqlərinə görə fərqli davranılırdı. Davranılmaq, münasibət göstərilmək. Cavablardan biri olacaq münasibət göstərilmək, 27. 1. 2-yə baxaq. Rəftar edilmək. Yerinə qoyuruq bir-bir sözləri. Görək hələ hansı uyğun gələcək. Deməli, sözlərdən biri münasibət göstərilməkdir. Miriam Makebanın yaşadığı Cənubi Afrikada insanlarla irqlərinə görə fərqli münasibət göstərilirdi. Bu olar, bir cavabı olar. Sonra rəftar edilmək. İnsanlarla irqlərinə görə fərqli rəftar edilirdi. Bu da olar. Fərqli yanaşılırdı. İnsanlara irqlərinə görə fərqli yanaşılırdı. Bu da olar. İndi baxaq münasibət bildirmək sözünə. Deyir, Miriam Makebanın yaşadığı Cənubi Afrikada insanlarla irqlərinə görə fərqli münasibət bildirilirdi. Münasibət bildirilmək uyğun gəlmədi. Bir də özünü aparmaq sözü. Miriam Makebanın yaşadığı Cənubi Afrikada insanlarla irqlərinə görə fərqli özünü aparırdı. Bu da uyğun gəlməyəcək. Bizim elə cavabımız olacaq münasibət göstərilmək, rəftar edilmək, bir də yanaşılmaq sözləri. Münasibət göstərilmək, rəftar edilmək, bir də yanaşılmaq. 1, 2, 3. 1, 2, 3. Baxaq görək hansı variantdadır. Demək, E variantındadır. İndi 28-ci suala baxaq. Mətnin əsas hissəsini əhatə edən plan bəndlərini müəyyən edin. Sualın qalanı digər yerdədir, digər səhifədə. Əsas hissəni soruşur bizdən. Gerçəkləşən arzu. Gerçəkləşən arzu deyəndə Miriam Makebanın arzusu nə idi? İrqçiliyə son qoymaq. Biz buna rast gəlirik axırıncı abzasda. Deyir ki, yalnız 31 il sonra ölkəsinə dönə bildi və o qaydandan bir qədər sonra Afrikada apartheid rejiminə son qoyuldu. Mətnin son abzası olduğuna görə biz bunu əsas hissə yox, nəticə hissə götürürük. Ona görə 3-ü çıxırıq cavab variantından. 1. Qara dərli əhaliyə qarşı fərqli davranış. Bu düzdür, mətnin əsas hissəsindədir. Musiqi vasitəsilə mübarizə. Bu da mətnin əsas hissəsindədir. 1-2 cavablarımızdan biri olacaq 1-2. Baxaq digər tərəfə. Afrikanın azadlıq simvolu. Afrikanın azadlıq simvolu deməli nəticə hissəsindən əvvəlki abzasda verilib. Deyir ki, o dünya turuna çıxdı və Afrikanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Bu da əsas hissədədir. Digərinə baxaq. Uzun ayrılıqdan sonra vətənə qayıdış. Uzun ayrılıqdan sonra vətənə qayıdış isə mətnin nəticə hissəsindədir. Ona görə 5-i çıxdıq. 1, 2, 4. 1, 2, 4 cavabı da olacaq C bəndində. Deməli 28-də oldu cavab C bəndi. 29-da görək nə soruşur bizdən. Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. Fikrin mətnlə əlaqələndirərək ən azı 2 cümlə yazmaq lazımdır. Bunu necə əlaqələndirə bilərik? Mətni oxuyandan sonra görürük ki, orada Miriam Makebanı demək öz ölkəsinin vətəndaşlığından çıxarırlar. Başqa ölkəyə gedir, başqa ölkədə yenə də mübarizəsini davam elətdirir. Yəni, məğlub ola da bilərdi, mübarizəsini dayandıra da bilərdi, amma o məğlub olmaq yerinə, mübarizəsini dayandırmaq yerinə öz mübarizəsini davam elətdirmək yolunu seçir. Belə yaza bilərik, məsələn, fikir olaraq yaza bilərik əlaqələndirmək üçün. Miriam deməli, vətəndən qovuldu. Amma buna baxmayaraq,
Buna baxmayaraq öz mübarizəsini dayandırmadı. Ya da öz mübarizəsinə davam etdi. Başqa ikinci cümləni də yaza bilərik ki, sonra azadlıq Afrikanın azadlıq simvoluna çevrildi, apartheid rejiminə son qoydu. Apartheid rejiminə son qoydu. Bu kimi fikirlər yazmaq olar. Yəni ki, bu fikirlər həmin o fikirlə üst-üstə düşür. Demək, Miriam vətəndən qovuldu, amma buna baxmayaraq öz mübarizəsinə davam etdi. Afrikanın azadlıq simvoluna çevrildi. Demək, apartheid rejiminə son qoydu və sair kimi fikirlər yazmaq olar. İndi baxaq axırıncı suala. Axırıncı sualda nə deyir? Mətndə nöqtələrin yerinə uyğun gələn ən azı 2 ifadə yazın. Mətndə nöqtələrin yerinə uyğun demək, qaydırıq mətnə. Deyir, ancaq irticaçı rejim Miriamın apartheid əleyhinə olan musiqilərini, deməli, Miriamın apartheid əleyhinə olan musiqilərini sonrakı fikrə baxırıq, deyir, buna görə də səfərdən qayıdarkən onun ölkəyə daxil olmasına icazə verilmədi. Deməli, buradan belə bir fikir çıxır ki, onlar Miriamın oxumağını dəstəkləmirdilər. Yəni, Miriamın oxumağı onlara xoş getmirdi. Ona görə də onun ölkəyə daxil olmasına icazə vermirlər, vətəndaşlıqdan çıxarılır hətta. Bu cümləyə nəzərən yaza bilərik ki, bura irticaçı rejim Miriamın apartheid əleyhinə olan musiqilərini bəyənmirdi, xoşlamırdı və sair kimi buna oxşar nümunələr, cümlələr, daha doğrusu sözlər yaza bilərik. Bəyənmirdi, xoşlamırdı və sair. Sevmirdi də yazmaq olar. Yəni, uyğun fikirlərin hamısı bura yazmaq olar.